sülhə hazırlanırsa. Uzun müddət ki, Ermənistanı bununla bağlı İrad, daha doğrusu ittihamlar səsləndə Ermənistan əsaslı olaraq bunu rədd edir. Amma onun arxasınca mütləq bir cümləni işlədirlər. Gəlin Azərbaycanla birlikdə beynəlxalq o atəşkəsə nəzarət edə bilən beynəlxalq mexanizmləri yenidən quraq. Yəni nəzarətlə bağlı. Bu əslində bu ilk tələb deyil. Bu 2016-da aprel döyüşlərindən sonra Serj Sarkisyan tərəfindən də eyni tələb irəli sürülmüşdü ki, atəşkəsin. Burada əsas məsələ ondan ibarət ki, ümumiyyətlə tərəflər arasında hər hansı bir atəşkəs olsa, sanki bunu da Azərbaycanın üzərinə yıxmaq. Həmin vaxtda Sarkisyanın əslində məqsədi o idi ki, Azərbaycanın bir daha öz ərazi bütövlüyünü bərpasına maneçilik, yəni bu cür şeylərlə, yəni sərhəddə, hətta Qarabağdakı bölgəyə də yeni əlavə mexanizmlə yerləşdirib. Çünki bilirsiniz ki, belə olan halda müdaxilə eləmə imkanları çox çətinləşir. Burada da Ermənistanın mənim fikrimcə ancaq bir qədər fərqli bir rakursda, fərqli bir siyasi bir baxış açısına görə Ermənistan bir şəkildə həm çünki Azərbaycanın tələblərindən biri də bilirsiniz ki, Avropa o müşahidə missiyasının oradan getməsidir. Yəni bu sərhəddəki atışmalar da onu göstərir ki, sanki Azərbaycanı yenidən həmin o beynəlxalq nəzarət mexanizmlərinə yenidən razı salmaqdır. Amma çox qeyri-müəyyən bir şeydir. O beynəlxalq nəzarət mexanizmi deyəndə Ermənistan nəyi nəzərdə tutur və beynəlxalq nəzarət mexanizmi altında nə planlanır? Onun fikrincə bizim yəqin ki, müəyyən dairələri bizdə məlumdur. Ona görə də Ermənistanın güya sülhün və ya atəşkəsin qorunması məqsədi ilə təklif etdiyi bu, necə deyirlər, təkliflər Azərbaycan tərəfindən soyuq qarşılanır. Bu da ortada da görürsünüz ki, ara-sıra düşmən tərəfindən atəş açılır, əsgərimiz minaya düşür. Biz Emin bəy, gəlin belə deyək, nə qədər ki, sülh bağlanmayıb və nə qədər ki, dövlətlər arasında konkret bir determinant, yəni determinə, yəni müəyyən etmək deməkdir. Determinant bir sülh anlayışı yoxdur. Orada bir boşluq var. Bu şeylər bir ömür boyu gedir. Yəni bir ömür boyu gedir. Çünki biz rəsmən müharibə vəziyyətində olan dövlətləri, iki tərəfdir, bir-birinin sərhədlərini tanımır. Hətta bir-birini dövlət olaraq, yalnız faktiki olaraq tanıyır. Yəni bu demək ki, beynəlxalq səviyyələrdə görüşürsən, eləyirsən. Amma faktiki budur ki, nə Ermənistan tərəfindən, nə də Azərbaycan tərəfindən, hətta bununla bağlı beynəlxalq hüquq normaları ilə hərəkət edir, bir-biri tərəfindən tanınma anlayışı yoxdur. Bu bəllidir. Tanınma yoxdursa, sərhəd də tanınmırsa, bax belə bir vəziyyətdir. Yəni o beynəlxalq mexanizm deyəndə bir qədər izləyicilər üçün açardıq. Ermənistan nəyi nəzərdə tutur? Yəni necə nəzərdə? Onu artıq Ermənistan qabaq belə idi. Mən yenə deyirəm, 2016-da belə idi. 2016-da siz bilirsiniz ki, Azərbaycan Lələtəpəni aldı, yüksəklikləri aldı. Ermənistan məqsədi o idi ki, hər bir atəş zamanı beynəlxalq mexanizmlər orada qeyd olunsun və günahı kimin üzərinə yıxacaq? Təbii ki, Azərbaycandır. Bu Azərbaycan təbii ki, bunu öz ərazi bütövlüyünə və suveren hüquqlarına təhdid olaraq gördü. Çünki sonuç etibarıyla o atəşkəs mexanizm dediyiniz şey Azərbaycan ərazisində qurulacaqdır. Deyək ki, Füzulidə, işğal altında olan Füzulidə, işğal altında olan Ağdamda, Məlikxankəndidə və ya Şuşada hələ demirəm. Faktiki burası Ermənistan yenə eyni ritorikadandır. Bu dəfə başqa. Amma burada Ermənistanın, yəni Paşinyan hakimiyyətinin özünün istədiyi var ki, bir şəkildə Avropanın müşahidəçi missiyasını burada qoruyub saxlamaqdır və buraya mexanizm adı altında mümkün qədər də hətta xarici müdaxilənin təşkil olunmasıdır. Yəni planlardan biri də bu. İkincisi də ki, bəli, hər zaman burada müqavilə bağlanana qədər həm də Ermənistan vəziyyətlə barışa bilməyəcəyini göstərir. Müxtəlif variantlardan da biri də bundan ibarətdir ki, hələ ki ordu o qədər də Paşinyana tabe deyil.